Hansı cümlələrdə həmzə süzürlər mübtəda ilə sintaktik əlaqədədir? Mübtəda ilə sintaktik əlaqə deyirsə, biz burada təyin və xəbər axtarmalıyıq. Çünki tamamlıq və zərfliyi mübtəda ilə sintaktik əlaqədə olur. Təyinlər mübtədaya aid olmalıdır. 1. Dostlarımın fikrincə o mərd və sözü bütöv adam idi. Adam idi, xəbər, kim, o, necə, mərd, necə, sözü bütöv. Burada təyinlər var, amma mübtəda ilə yox, xəbərlə əlaqədədir. Deməli, cavab variantımız deyil. 2. O, yazıcı, şair və rəssamları bu konsert salonunda tez-tez görürdü. Görürdü xəbər. Kim, o, kimləri, yazıcıları, şairləri, rəssamları. Burada həmcins tamamlıqlar var, bizə tamamlıq lazım deyil. Biz xəbər və təyin axtarırıq. 3. Son dəblə geyinmiş, seyrəlməkdə olan saçlarını arxadan uzatmış adam onu kimisə xatırladırdı. Xatırladırdı xəbər. Kim, adam, hansı adam, son dəblə geyinmiş, hansı adam, seyrəlməkdə olan saçlarını arxadan uzatmış. Deməli, 2 təyinimiz var. İkisi də mübtədaya aiddir. Deməli, həmcins təyinlər var. 3 doğru cavabdır. 4. Leyla muzeylərdə, sərgilərdə onun bəzi rəsm əsərlərinə xüsusi maraqla tamaşa etmişdi. Tamaşa etmişdi kim? Leyla. Harada muzeylərdə, harada sərgilərdə. Burada zərfliklər var, bizə lazım deyil. 5. Ay dağlar arxasından oğrun-oğrun boylanaraq ona baxdı, məftun oldu. Məftun oldu. Ay, baxdı, yenə ay. Deməli, həmcins xəbərlər var, mübtəda ilə əlaqədədir. Götürürük 5. 6. Uca boylu, ağbəniz, gözəl bir qadın gülümsəyərək mənə yaxınlaşdı. Yaxınlaşdı kim? Qadın. Necə qadın? Uca boylu, ağbəniz, gözəl. 3 dənə təyin var. Həmcinsdir, mübtəda ilə əlaqədədir. Deməli 6 da bizim cavabımızdır. Düzgün cavabımız olacaq 3, 5, 6 variant olaraq E bəndi.